Hər kəsə salam, gününüz uğurlu olsun. Bugün çox ləzzətli, pambıq kimi yumşaq keks hazırladım. İndi keçək hazırlanmasını. Qazana əvvəlcə bir xörək qaşığı yarım qarğıdalı və yaxud da kartof nişastası əlavə edirik. Üstünə 1 stəkan ilıq su əlavə edib yaxşıca qarışdırırıq ki, topaq əmələ gəlməsin. Qarışdırdıqdan sonra üzərinə 1 stəkan moruq şirəsi və yaxud da çiyələk şirəsi əlavə edirik. Gördüyünüz kimi qarışdırırıq və ocağa qoyuruq. Ocağı qoyduqdan sonra çay qaşığının ucunda jelatin və qaşığın ucunda azca rəngləndirici əlavə edirik. Belə bir qarışım əmələ gəlir. Yaxşıca qatıldıqdan sonra kənarda gözlədirik, soyumağa qoyuruq. Və beləcə hazırdır. Kənara qoyuruq, soyusun. İndi keçək keksin hazırlanmasına. Qaba 3 yumurta, 1 stəkan şəkər tozu, 1 çimdik duz əlavə edib yaxşı çalırıq. Yaxşıca ağardıqdan sonra üzərinə 1 stəkan qatıq, 1 stəkan duru yağ, vanil, kabartma əlavə edirəm. Və sonra eyni rəngləndiricidən azca da qaşığın ucunda keks əlavə edirəm. Və 2 stəkan un əlavə edirəm. Və beləcə qarışımımız hazırdır. Keks xəmirini qəlibə töküb 180 dərəcədə bişməyə qoyuruq. Keksin bişməyini çöplə yoxlayıram. Və budur. Qəşəng keksimiz əmələ gəldi. Hazırladığım jelatini keksin üzərinə əlavə edirəm. Və zövqə görə kakao, şəkər pudrası ilə bəzəyə bilərsiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun. Əlavə suallarınız olsa rəylərdə qeyd edərsiniz. Kanala abunə olmağı, videonu bəyəndinizsə bəyən düyməsini basmağı unutmayın. Sağ olun, salamat qalın.